Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördüm. Mən Eltar Hazırlıq Mərkəzinin kurikulum üzrə təlimçisi Nərmin Əzova. Dəyərli müəllimlər, dünənlərim sizlər üçün ödənişsiz formada sertifikasiya qəbul suallarının izahlarını açıqlamışdım. Bu gün də əlavə demişdim ki, sizə yeniliklər olduğu təqdirdə hər kəsi məlumatlandıracağam dəstək məqsədi ilə və bu günlərimdə 3 dənə sualımızın izahını, qəbul suallarının izahını sizinlə bölüşəcəyim. Yoldaşlar, bugünkü mövzumuz, yəni bu suallarımız diaqnostik qiymətləndirmə, ümumiyyətlə qiymətləndirmə haqqındadır. Və dünənlərim sertifikasiya suallarının içərisində mən sizə 2 sual izah elədim. İnteqrasiya və taksonomiya. Ümumiyyətlə sertifikasiyaya gedən müəllimlər mütləq, bax bu 3 mövzunu öyrənin. Taksonomiya, inteqrasiya və qiymətləndirmə. Hətta ora iş üsulları əlavə edirəm. İş üsulları, əlavə olaraq sinfin idarə edilməsi, müəllim-şagird münasibətləri və əlavə olaraq da bullyingi hətta tövsiyə eləyirəm. Yoldaşlar, bu mövzular çox aktual mövzudur və sizə çox düşəcək. Və elə dünənlərimdə təsəvvürə gətirin ki, 3 sual qiymətləndirmədən olub. 3 sual. Bəli, sertifikasiya müəllimlər üçün çox təhlükəli mövzudur. Sadaladığım bu mövzuları mütləq, ümumiyyətlə, nəinki Naxçıvan müəllimləri, bütün sertifikasiya gedən müəllimlər ümumiyyətlə o mövzular haqqında ətraflı məlumatlı olmalıdırlar. Dəyərli yoldaşlar, buyurun sualı sizinlə bölüşürəm. Belə bir sual düşüb, diaqnostik qiymətləndirmə haqqında deyilən fikirlərdən yanlış olanı seç. Suallar çox sadə, çox aydın, çox rahat şəkildə, inanın ki, oxuyan, biraz cəhd göstərən müəllim sualları rahatlıqla tapa bilər. Yəni, hətta sizə deyim ki, bu sualların birazca məğzin daha da genişləndirmişəm və biraz daha dərinləşdirib, yəni çətin vəziyyətə salmışam da, aydındır. Yəni, sual, belə deyək də, rahatdır. Hələ mən də biraz nisbətən onu genişləndirmişəm ki, qoy müdavim çətin görəndə rahatlıqla tapa bilsin. Yəni, suallar bu tipdə olub. Diaqnostik qiymətləndirmə haqqında deyilən fikirlərdən yanlış olanı seçin. Birinci sualımız budur. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdin summativ qiymətinə təsir edir. Yoldaşlar, elə məhz birinci cavabımız A bəndidir. Digər variantları da oxuyacağım, amma gəlin bir dənə sizlə xatırlatma edək ki, diaqnostik qiymətləndirmə nəyə xidmət eləyirdi? Biz bilirik ki, diaqnostik qiymətləndirmə şagirdin nailiyyətini üzə çıxarır. Üzr istəyirəm, nailiyyətini deyəndə, yəni inkişafını üzə çıxarır. Şagirdin nəyi bilib bilmədiyini, ilkin səviyyəni müəyyən eləməyə çalışır. Yəni, diaqnostik qiymətləndirmə bir növdə ilkin qiymətləndirmədir. Digər variantlara da baxaq, hələ ki A-nı saxlayıram. Diaqnostik qiymətləndirmədən alınan nəticələr əsasən şagirdlər haqqında bəli, ətraflı məlumat verir, çünki ilkin qiymətləndirmədir. Təlimdə diferensial yanaşmanı düzgün təşkil edir. Bəli, diaqnostik qiymətləndirmə diferensiallaşmaya şərait yaradır. Diaqnostik qiymətləndirmə müəllim hər hansı bir sinifə ilk dərs keçməyə başladıqda və tədris ilə öncə reallaşdıra bilər. Bəli, ilk sinifə başlayanda, tədris ilə öncəsində, hətta əlavə olaraq istəyirəm ki, deyəm, diaqnostik bölmələrin əvvəlində və yarım illərin əvvəlində aparılan qiymətləndirmədir. Yəni, müəllim hər hansı bir sinifə ilk dərs keçməyə başladıqda tədris ilə öncəsində reallaşdıra bilər. Bəli, doğru məqamdır. Plus. Diaqnostik qiymətləndirmə şagirdin bayaq vurğuladığımız kimi ilkin səviyyəsi və inkişaf dinamikası haqqında nəticə çıxarır. Bəli, diaqnostik qiymətləndirmə eləyərək burada çaşıb, deməyin ki, ay müəllimə, burada inkişaf sözü var, o səti qaçaq formativə. Yox. İnkişaf dinamikası haqqında nəticə çıxarmağa, yəni ilkin qiymətləndirmə olub, şagirdin inkişafı nə yerdədir, üzə çıxarır. Bəli, bu diaqnostikdir. Lakin A variantı diaqnostik qiymətləndirmənin nəticələri şagirdin summativ qiymətinə təsir edir. Xeyr.
Ümumiyyətlə yoldaşlar, əgər belə olsaydı ki, formativ qiymətləndirmənin, müşahidənin nəticəsi summativin qiymətinə təsir eləyə bilər. Bəli, bu düzgün götürülə bilərdi, amma diaqnostik qiymətləndirmənin nəticələri summativə təsir eləmir. Diaqnostik sadəcə şagirdin ilk səviyyəsini üzə çıxarır və hətta nəticələr şagird portfoliyosunda qeyd edilir. Ona görə A bəndimiz yanlış olacaqdır. İkinci suala keçid eləyək yoldaşlar. Yenə qiymətləndirmə, vəbşi üçüncü sual da qiymətləndirmə ilə bağlıdır. Yanlış bəndi seçin. Qiymətləndirmənin ümumiyyətlə burada ümumi, yəni üzr istəyirəm, bura qeyd edeyim. Ümumi, yəni qiymətləndirmə ilə bağlı yanlış olanı istəyir bizdən. Hər hansısa bir qiymətləndirmənin, məsələn 1-də, 3-də summativ diaqnostik istəyir. Bu ümumən soruşur bizdən. Qiymətləndirmənin təşkili şagird nailiyyəti haqqında etibarlı informasiya əldə etməyə şərait yaradır. Bəli, düzdür. Çünki nailiyyət haqqında məlumat əldə ediriksə, bu ümumiyyətlə qiymətləndirməyə şərait yaradır. Bəli, doğrudur. Ümumi fikir olduğu üçün doğrudur ümumiyyətlə. Məktəb daxili qiymətləndirmə. Yoldaşlar, gəlin xatırlayaq. Məktəb daxili qiymətləndirmənin neçə növü var idi? Məktəb daxili qiymətləndirmənin 3 növü var idi. Diaqnostik, summativ, formativ qiymətləndirmə. Ümumiyyətlə, hər üçün tərəfindən çıxış eləyir ki, məktəb daxili qiymətləndirmə şagirdin təlim nailiyyətinin, nəticəsinin müəllim və məktəb rəhbərliyi tərəfindən ölçülməsi və bu ölçmək bilirsiniz ki, summativ qiymətləndirmədədir. Ümumən, summativ də məktəb daxilinin bir növü olduğuna görə bu fikrimiz də doğrudur. Şagirdlərin nailiyyətlərini müəyyən müddətə qədər öyrəndiklərinin kəmiyyətlə ölçülməsi summativ qiymətləndirmənin təşkili üçün nəzərdə tutulur. Bəli, yoldaşlar, düzdür. Ölçmək varsa, ümumiyyətlə şagird nailiyyətini müəyyən vaxt ərzində qiymətləndirmək, bilirsiniz ki, bu da summativdir, doğrudur. D-yə baxırıq yoldaşlar. Diaqnostik qiymətləndirmə şagirdin fərdi xüsusiyyətlərinin aşkara çıxarılması ilə yanaşı, şagirdin psixologiyası haqqında da məlumat əldə etməyə imkan yaradır. Bəli, bu da doğrudur. Niyə? Çünki şagirdin diaqnostik bayaq danışdıq axı, fərdi xüsusiyyətləri, yalnız fərdi xüsusiyyətlərini üzə çıxarmır diaqnostik. Həqiqətən də düz deyir ki, psixologiyası haqqında, şagirdin ilkin biliyi, dünya görüşü haqqında məlumat əldə etməyə şərait yaradır. İlkin qiymətləndirmə olduğu üçün. Onun üçün D bəndi də düzdür. Yerdə qalır yeganə variantımız Y bəndi. Aha, indi niyə Y variantı səhvdir? Aha. Diaqnostik qiymətləndirmə proses zamanı şagirdin qarşısına çıxan çətinlikləri aradan qaldırmağa şərait yaradır. Şagirdin inkişaf dinamikasını müşahidə etməyə imkan verir yoldaşlar. Elə səhv variantımız Y olacaq. Niyə? Niyə? Çünki diaqnostik qiymətləndirmə yox, hansı qiymətləndirmə idi ki, qarşıya çıxan çətinliklər aradan qaldırır. Plus da proses zamanı, 45 dəqiqədən söhbət gedir, gedişat zamanı. Şagirdin inkişafını müşahidə harda görürdük biz bunu? Təbii ki, formativdə. Ona görə Y bəndi səhv fikirdir. Üçüncü sualımızda rahat bir sual olub. Deyir ki, hansı variantda summativ qiymətləndirmənin məqsədi düzgün təsvir edilmişdir? Aha, yoldaşlar, bizdən summativ qiymətləndirmə ilə bağlı plus olanlar istəyir, yəni doğru olanı. Gəlin görək bu plus hardadır? Aha. Təhsil səviyyələrinin sonunda monitorinq aparmaq. Aha. Ümumiyyətlə, yoldaşlar, belə deyim də, təhsil səviyyəsinin sonunda monitorinq aparmaq, yəni bu summativə uyğun gəlmir. Monitorinq summativ nailiyyəti yoxlayır, kəmiyyətlə yoxlamaq, yəni bu uyğun gəlmir. Buna görə bunu səhv götürürük biz. Yəni bu bizə uyğun gəlmir axı. Summativ qiymətləndirmə monitorinq aparmaq yox, şagirdin nailiyyət səviyyəsini üzə çıxarmaqdır. Ona görə bu səhv fikirdir. Şagirdin fərdi xüsusiyyətlərini üzə çıxarmaq, prosesin gedişində çətinlikləri aradan qaldırmaq. Yəni bu daha çox nəyə bənzəyir? Bayaq indicə dedik, gedişatda, yəni 45 dəqiqə ərzində prosesi, çətinlikləri aradan qaldırmaq hansı idi? Bayaq dedik, formativ. Onun üçün buna da xətt çəkirik. Bizə plus olan lazımdır. Şagirdin sonda
dərsin sonu şagirdin nailiyyətini üzr istəyirəm, düzgün qiymətləndirmək və səviyyəni kəmiyyətlə yoxlamaq. Bəli, biz bayaq vurğuladıq ki, şagirdin summativ sondakı nailiyyətini üzə çıxarmaq və kəmiyyət nədir? Yəni balla, qiymətlə şagirdi qiymətləndirmək, balla uşağın nailiyyətini, biliyini yoxlamaq summativdir. Onun üçün C bəndi doğrudur, amma digər variantları da izah edim sizin üçün. Deyir ki, dərsin sonunda şagirdin bilik bacarıq səviyyəsini dərsin sonunda yox yoldaşlar. Bölmənin sonunda, yarım illərin sonunda. Onun üçün bu da səhvdir. Şagirdin fərdi xüsusiyyətlərini və ehtiyacı olan tərəflərini üzə çıxarmaq bayaq burada vurğuladıq ki, şagirdin xüsusiyyətini, ehtiyacı olan tərəfləri ilk üzə çıxaran nə oldu? Diaqnostik. Onun üçün bizə plus lazım olduğuna görə cavabımız olur C bəndi. Dəyərli yoldaşlar, çalışdığım qədər yeniliklər əldə etdiyim zaman sizlərlə bölüşəcəm və sizlərin diqqətinə çatdıracağam ki, yeniliklərlə tanış olasınız. Ümumiyyətlə, növbəti günlərdə, önümüzdəki həftələrdə Naxçıvan müəllimləri üçün sertifikasiya olacaq və həmin sualları müdavim mənə gətirdiyi təqdirdə, düzdür, mənim bu, belə deyək də, dünənlərim gedən müdavimi yoxdur, amma ayın 11-də müdavimim gedəcək imtahana. İnşallah sizlərlə birlikdə ona da uğurlar arzuluyuram. Təbii ki, sualları sizinlə də mütləq şəkildə bölüşəcəm. Zəhmət olmasa kanalımızı bəyənin, abunə olmağı unutmayın. Sağ olun, görüşmək ümidi ilə.